Uşaqlar, bu videoda mövzumuz 8-ci sinif ingilis dili, 2-ci xarici dil olanlar üçün summativ 3. Sözün düzgün mənasını istəyir. Apologize, üzr istəmək deməkdir. To ask someone to let you do something. Bir adamı sənə nə isə etməyə icazə verməsini istəmək, xahiş etmək. Xeyr. To tell someone that you are sorry about something. Nəysə görə üzürlü olduğunuzu demək məsələ, bəli. Cavab elə budur. B variantı. Understanding and sharing other people's feelings. Başqalarının duyğularını anlamaq və paylaşmaq, bölüşmək. Speechless. Yəni nitqsiz, susqun. Unable to speak because you are angry. Bəli, hissi olub, susqunlaşmaq, sakit durmaq, A variantı. Rahatlıqla xatırlamaq, çətinliklə unutmaq, xeyr. Köməyə ehtiyac olmaq, xeyr. Ask your parents for and join our team. Valideynlərinizdən icazə alın və bizim komandaya qoşulun. Empatiya, empathy-dir. Offer isə təklifdir, xeyr. Mənaca uyğun deyil. My grandmother is a very good. Nənəm çox yaxşı hekayə, nağıl danışandır. Memorable isimdir, heç ümumiyyətlə isim deyirəm, sifətdir, uyğun deyil. Article var burada, özündən sonra mütləq burada bir isim olmalıydı. Experience isə təcrübə deməkdir və təcrübə ilə mənasında, yəni əsasən sayılmayan isimdir. Past progressive tense form nədir? Yəni keçmiş davam edici zaman düzəlişi belədir. Was, were. Uşaqlar mübtədadan sonra fail və ing. Keçmiş davam edici zaman. Anyone for help. Deməli uşaqlar burada anyone olduğuna görə inkar cümlədir demək ki cümlə və she-də isə təkdə olduğuna görə wasn't. Heç kimdən kömək istəmirdi. At 3 o'clock yesterday, dünən saat 3-də she was swimming. O üzürdü. O evə gələndə they cəmdə olduğuna görə were işlənəcək. Ask question to the underlined word. Altına xətt çəkilmiş sözə sual verin. The dog was barking in the yard at 2 o'clock last night. Harada in the yard. Deməli cümlə where ilə başlayacaq. Where was the dog? B variantı. Barking at 2 o'clock last night. Altına xətt çəkilmişə sual. Bu mübtədanın sualıdır. Mübtədayı sual verəndə sözü silib yerinə canlıdırsa who, cansızdırsa nə qoyuruq what və cümlə olduğu kimi davam edir və A variantı. Read the passage and answer the questions. Oxuyun və suallara cavab verin. In big cities, cars and buses have polluted the air. Böyük şəhərlərdə maşınlar və avtobuslar havanı çirkləndirib. Many people in cities now have very bad health problems. Böyük şəhərlərdəki adamların pis sağlıq problemləri var. Factories have also polluted the land and the water. Fabriklərdə deməli torpağı və suyu çirkləndirib. As a result, many rivers and lakes are now dead. Və nəticədə bir çox çay, göllər ölüdür. People have cut down millions of trees and many types of animals are now disappearing. Deməli, insanlar nə qədər ağaclar kəsiblər, buna görə də bir çox heyvan növü yoxa çıxmaqdadır.
Trees are also important because they help to produce oxygen. Ağaclar da ona göre vacibdir ki onlar oksigen. Oh my god, I'm sorry. Oksigen ifraz edir. Ağaclardan başqa oksigen ifraz edən var ki, yazıb they help to produce. They produce oxygen əslində. Onlar oksigen ifraz edirlər. The passage is mainly about ecology problemlər. Bəli. The underlined word they means. Altına xətt çəkilmiş they nəyə aiddir? Əvvəlki özündən əvvəlki cümlədə və görürsünüz 2 dənə cümlədir burada. Özündən əvvəlki cümlədə olan ismə aid olur bu cür. Deməli, özündən əvvəlki cümlədəki isim hansı sözdür? Trees. Deyil, elə bu. Uşaqlar, bu qədər. Kanala abunə olun, videoları bəyənin, paylaşın. Sağ olun.